Deməli uşaqlar, bugünkü dərsimiz olacaqdır Qədim Yunanistan. Baxırsınız, Qədim Yunanistan yerləşir harda? Yunanistan yerləşir Balkan yarımadasında. Baxırsınız, bu hissədə Balkan yarımadasının cənubunda yerləşir Yunanistan və də bütövlükdə Yunanistan ərazisidir. Və Yunanistan belə deyək ki, dağlıq ölkədir. Yunanistan əsasən baxırsınız, görürsünüz dağları var. Dağlıq ölkədir. Və 3 dənə dənizlə əhatə olunur. 3 dənə dəniz dediyimiz hansıdır? Baxın, Egey dənizi şərqdən, qərbdən İyon dənizi, cənubdan da Aralıq dənizi ilə əhatə olunmuşdur. Aydın oldu Yunanistan xəritəsi. Harada yerləşir? Balkan yarımadasının cənubunda. 3 dənə dənizlə də əhatə olunmuşdur. Və təbiətinə görə ölkə 3 hissəyə bölünür. Şimali Yunanistan, Orta Yunanistan və Cənubi Yunanistana. Orta Yunanistanı bir-birindən ayrı, burada Orta Yunanistanla Şimali Yunanistanı bir-birindən ayrı Termopil keçidi. Baxın, burada yerləşir. Termopil keçidi. Cənubi Yunanistanla da Orta Yunanistanı bir-birindən ayrı körfəzlər və dənizlər. Körfəzlər və dənizlər ayrı. Bir də burada Cənubi Yunanistan adlanır Peloponnes. Aydındır, Peloponnes adlanır. Ondan sonra biz burada baxacağıq nəyə? Əhali burada məşğul olurdu nə ilə? Əkinçiliklə, maldarlıqla, ondan sonra sənətkarlıqla və s. Və biz sizlə bilirsiniz ki, keçmişik tarixin ilk imperiyası. Hansı imperiyadır? Akkad imperiyası, bəli. Bir də desək ki, Avropada yaranmış ilk dövlət və ya da Avropada yaranmış ilk sinifli cəmiyyət bu zaman nəyə götürəcəyik? Kilit padşahlığını götürəcəyik. Baxın, Kilit padşahlığı yerləşirdi burada, Kilit adası. Və yəni görürsünüz, Yunanistanın cənub hissəsində yerləşir Kilit adası. Və 3-cü, 2-ci minillikdə orada ilk dövlət yaranmışdır. Və baxsaq görərik ki, Kilitlilər məşğul olurdular nə ilə? Əkinçiliklə məşğul olurdular, gəmiçiliklə məşğul olurdular, maldarlıqla və s. Əsasən də gəmiçilik təbii ki, normal idi. Niyə? Çünki görürsünüz, adada yaşayırlar axı bunlar. Bunların yaxşı gəmi düzəldə bilirdilər, yaxşı limanları var idi bunların. Həmçinin Kilitlilərin, belə deyək ki, digər qonşu ərazilərlə ticarət əlaqələr saxlayırlar. Məsələn, hansı ərazilərlə? Misirlə, Finikiya ilə, Babillə dəniz vasitəsilə ticarət əlaqələri saxlayırlar. Bir də burada freskalar var idi. Freskalar xammalı üzərinə çəkilmiş boya deməkdir. Divarlara çəkilirdi. Möhtəşəm sarayları var idi onların. Və özünə məxsus da yazıları olmuşdu Kilitlərin. Mikenada da var, Kilitdə də var. Bir də Hindistanda Harappada da var. Özlərinə məxsus yazıları var idi. Ondan sonra gəlir nəyə? Bu deyək ki, adaya yaxın yerdə vulkan püskürməsi nəticəsində Kilit padşahlığı süqut eləmişdir. Nə var? Təxminən 2-ci minillikdə. Və belə deyim ki, Kilit mədəniyyətinin təsiri nəticəsində Kilit mədəniyyətinin təsiri nəticəsində Mikena mədəniyyəti də yaranmışdır. Mikena mədəniyyətinə aid olacaqdır 3-2-ci minilliyə. Və Mikenanı, belə deyək ki, Akey Yunan tayfaları həmin o Mikena mədəniyyətinin əsasını qoymuşlar. Hansı tayfalar? Akey tayfaları. Kilit mədəniyyətindən çox şey öyrənmişdilər Mikenalılar. Hündür təpə üzərində bunlarda Akropol var idi, yuxarı şəhər sayılırdı. Bu şahın sarayı, adlı sanlı insanlar evləri burada yerləşirdi. Bir də sarayın yaxınlığında sərdabələr də var idi. Dəfn olunanların da üzərində qızıl maska taxıldılar. Biz bunu məsələn Misirdə də görmüşük, Tutankamonun sərdabəsində. Sonra burada Akropolun ətrafında tacirlərin evləri vardı, sənətkarların, əkinçilərin və s. Komaları da yerləşirdi. Və Mikena Akropolunun divarları uşaqlar təpəgöz qurğuları adlandırılırlar. Niyə? Böyük olduğu üçün, o siklopik tikillər deyil də. Bax, onları təpəgöz qurğuları adlandırırlar. Və 2-ci minilliyin sonlarında şimaldan gələn Dori Yunan tayfaları Mikena mədəniyyətini məhv etmişlər. Kilit mədəniyyəti vulkan püskürməsi nəticəsində məhv olur. Mikena mədəniyyəti də
Dori tayfaları bura yürüş edib və məhv eləmişdilər. Gəlirik nəyə? 8-ci əsrdə eradan əvvəl Yunanistanda bir çox şəhər dövlətlər, yəni erkən polislər yarandı. Erkən polislər. Və bunların da ən qüdrətlisi Attikada yerləşən Afina şəhəri idi. Attikada, yəni Orta Yunanistanı Attika adlandırılır və orada da Afina şəhəri yerləşirdi. Afinada da Akropol var idi, adlı sanlı insanlar yaşayırdılar orada. Və burada həmin bu adlı sanlı insanlar özlərini aristokratlara adlandırırdılar. Hakimiyyətlərini də aristokratiya adlandırırlar. Yəni bu nə deməkdir? Öz hakimiyyətlərini adlandırırlar yaxşıların hakimiyyəti. Yaxşı, aydındır. Haradadır bu? Afinada. Və burada əhali iki hissəyə bölündü. Bir aristokratlar, bir də demos. Yerdə qalan azad əhali aristokratlardan başqa. Azad əhali adlanırdı demos. Sənətkarlar, əkinçilər, deyək ki, maldarlar və s. Uşaqlar, burada amforalar var idi. Amforalar iki qulplu, dar boğazlı qablar idi. Və bu qablarda şərabdır, zeytundur, saxlayırdılar. Bugün deyəsəm bütün iri nəqliyyat vasitələri hamısı buradan keçəcək. Nəysə, gəldik nəyə? Eradan əvvəl 7-ci əsrdə Afinada gümüş pul, baxın, Afinada gümüş pul kəsildi. Nə vaxtdan? Eradan əvvəl 7-ci əsrdə doğuldu. Sonra deyir ki, bax, burada günə muzcular da var idi. Bilirsiniz də pul müqabilində torpağı becərirdilər və o günə muzcular da əmək haqqı alırdılar burada. Və burada təsərrüfatın inkişafı, pulların sayının artması, kəndlərin vəziyyətini dəyişir. Məhsul az olan vaxtlarda kəndlər məcbur qalıb borc almaq məcburiyyətində qalırlar. Və borc alan zamanda bunların torpaq sahəsinə gətirib, həyətlərinə gətirib nə qoyurdular? Borc daşı qoyurdular. Və bu daşın üzərində onun nə qədər borc alması, borcunu nə vaxt qaytarması və s. yazılır. Əgər borcunu qaytara bilmirdirsə, nəyə çevriləcəkdir? Təbii ki, bunlar çevriləcəkdir. Ondan sonra gəlirik burada nəyə? Demək, bu, belə deyim də, 7-ci əsrdə Afinada bütün hakimiyyət Ağsaqqallar Şurasının əlində idi. Nə vaxt? 7-ci əsrdə. Və burada deyir ki, Ağsaqqallar Şurası, məsələn, qanunlar qəbul edirdi. O qanunlar əsasında məhkəmə qurdurdu. Qanunlar da adlı sanlı adamların həyatını, əmlakını qoruyurdu. Digərlərini heç sayı hesaba almırdılar. Və ona görə də bu qanunlar deyil, mürəkkəblə deyil, qanla yazılmış qanunlar adlanırdı və Drakon qanunları da deyilirdi. Və təxminən əvvəl bilgini verirlər 621-ci ildə. Yəni dəqiq yadınızda saxlayın, 7-ci əsrə düşür, yaxşı mı? Drakon qanunları. Sonra burada 7-ci əsrdə Afina aristokratların hakimiyyətinə əsaslanan oliqarxiya sistemi yaranmışdır. Bəs bu nə deməkdir? Oliqarxiya, yəni azlığın hakimiyyətidir. Bir qrup şəxsin əlində cəmləşmişdir hakimiyyət. Və burada bütün vətəndaşların da iştirak elədiyi xalq yığıncağı da var idi. Amma xalq yığıncağının səlahiyyətləri az idi. Dedik ki, kimin səlahiyyətləri çoxdur? Ağsaqqallar Şurasının səlahiyyətləri çoxdur. Sonra burada demoslar zadəganların hakimiyyətindən narazı qalırdılar. Ona görə də bunlar arasında mübarizə kəskinləşirdi. Və yoxsulların tələbləri vardı. Yoxsulların tələbləri nələri idi? Bunlar da idarə etmədə iştirak eləmək istəyirdilər. Bunlar da torpaqların bunlara da verilməsini istəyirdilər. Borclarının ləğv edilməsini istəyirdilər. Görürsünüz, demosun tələbləri idi bunlar. Və bu, baxırlar ki, mübarizə kəskinləşəcək və xalq üsyanından qorxan zadəganlar məcbur qalaraq demosa güzəştə gedirlər. Və burada Solan adlı bir aristokrat o dövrdə hökmdar oldu. 594-cü ildə islahat keçirdi. Və onun adı ilə həmin islahat Solon islahatı adlanmışdır. Baxın uşaqlar, bu islahata görə, Solon islahatına görə deyir ki, kəndlilərin borcları ləğv olunur. Borca görə qul edilən Afinalılar azad olunur. Gələcəkdə onların borca görə qul edilməsi qadağan olunur. Həmçinin deyirik ki, fikir verin. Zəhmət olmasa biraz qapını örtək.
Zəruri ərzaq mallarının xarici çıxarılmasına qadağa qoyulur. Bir də Attikanın bütün yerli kişi sakinləri vətəndaşlıq hüququ almışlar. Demək, Solon islahatlarında nə dedik? Dedik ki, Solon islahatına görə kəndlərin qula çevrilməsi qadağan olunur. Gələcəkdə onların qula çevrilməsi yəni qadağa qoyulur. Qula çevrilmiş kəndlilər, borca görə qula çevrilən kəndlər azad olunur. Borcları ilə vurulur. Zəruri taxıl və digər ərzaq mallarının xarici çıxarılmasına qadağa qoyulur. Həmçinin dedik ki, Attikanın bütün yerli kişi sakinləri vətəndaşlıq hüququ alırlar. Deyir ki, əmlakından asılı olmayaraq bunlar xalq yığıncağında iştirak edə bilərdilər, ancaq vəzifəyə seçilə bilməzdilər. Yəni, bu da nədir? Əmlakı olmayan şəxs, təbii ki, yoxsullar vəzifəyə seçilə bilməzdilər. Aydındır, bu Solon islahatının nəticələridir. Və onu da deyir ki, Solon islahatı ziddiyyətləri həll etmir. Ziddiyyətləri həll etmir. Niyə həll etmir? Və burada nə yaranır? Təbii ki, tiranlıq yaranır. Solon islahatları ziddiyyətləri həll etmir deyə burada yaranacaq tiranlıq. Tiran yəni aristokratlardan biri zorla hakimiyyəti ələ keçirir. Bu adlanır tiranlıq. Sadəcə sonralar tiranlıq Afinada qanunun aliliyinə zidd olduğu üçün artıq 6-cı əsrin sonlarında Tiryanı devirirlər. Tiryanlıq devrilir və burada ali hakimiyyət Ağsaqqallar Şurasından keçir kimə? Xalq yığıncağına. Yəni artıq 6-cı əsrin sonunda Afinalılar Tiryanlığa son qoyurlar və burada qanunları müzakirə eləməkdir, ondan sonra qəbul etmək səlahiyyəti verilir kimə? Xalq yığıncağına. Bəs tiranı dəstəkləyənlər kimlər idi? Yeni varlılarla aristokratlara borcu olanlar tiranı dəstəkləyirdi, amma devrildi. Sonra burada biz baxacağıq ki, xalq yığıncağı ali hakimiyyət orqanı oldu və 6-cı əsrin sonlarından xalq yığıncağı ordu və donanmaya başçılıq edən kimləri seçməyə başladılar? Strategilər seçməyə başladılar. Nə vaxtda? 6-cı əsrin sonlarında. Aydın oldu mu? Afina ilə bağlı Drakon qanunları idarə etmə, Solon, nəsə bir qanunluq bir şey qalmadı? Əla. Keçirik digər şəhər dövləti olan Sparta. İndi baxaq görək Sparta harada meydana gəlmişdi, kimlər tərəfindən salınmışdı və s. Baxın uşaqlar, 2-ci minilliyin sonunda Dorilər ki, biz dediyi hansı mədəniyyət məhv etdi Dorilər? Mikena mədəniyyətini, ayca bu. Mikena mədəniyyəti məhv edəndən sonra Dorilər Cənubi Yunanistanda Lakonika vilayətini işğal elədilər. Və burada Sparta şəhərinin əsasını qoydular. Və özlərini sonralar Dorilər Spartalılar adlandıracaqlar. Və Afina şəhəri ilə eyni vaxtda şəhər dövləti ilə eyni vaxtda Sparta şəhər dövləti də yarandı. Yəni 8-ci əsrdə. Şəhərin yaranması 2-ci minillikdir. Amma şəhər dövlətinin quldar dövlət olaraq yəni yaranması 8-ci əsrdə. Təbii ki, digər Yunan şəhər dövlətləri kimi Spartada da əkin üçün torpaqlar az idi. Amma Spartalılar koloniyalar salmaq əvəzinə nə edirdilər? İşğalçılıq aparırdılar. Digər qonşu əraziləri işğal edib torpaqlarını özlərinə birləşdirirdilər və əhalisini də qula çevirirdilər. Və beləliklə də bu işğalçılıq nəticəsində Spartalılar bütün Cənubi Yunanistanı özlərinə tabe etmişlər. Və burada Spartada qulları bilirsiniz necə adlandırırdılar? Pilotlar. Bəli, qullar Spartada adlanırdı pilotlar. Və Peloponnesin digər azad əhalisi var idi ki, onlar Spartalılara vergi verirdilər. Amma Spartalıların özləri hərb sənəti ilə, hərb işi ilə məşğul olurdular. Sparta kişilərinin hamısı döyüşkən olurdu və onlara bir sıra sahələrlə məşğul olmaq qadağan idi. İndi onlardan danışacağım. Məsələn, burada var idi, idarə etməsinə baxsaq, Spartada idarə üsulu belə idi ki, 2 dənə hökmdar idarə edirdi buranı və oliqarxiyaya əsaslanırdı, yəni azlığın hakimiyyəti. Ağsaqqallar Şurası burada da var idi, Afinada da var idi və Ağsaqqallar Şurası qərarlar hazırlayırdı. Həmin qərarları səs vermək üçün vətəndaşlardan ibarət olan xalq yığıncağına təqdim edirdilər.
və dövlətin sabitliyi qoruyub saxlamaq üçün də yadellilərin Spartaya gəlməsinə yəni icazə vermirdilər. Özləri də hərbi məqsəddən başqa xarici ölkəyə səfər etmirdilər. Və Sparta ordusunun düzülüşünə baxsaq, falanga adlanırdı. Onlar yaxşı silahlanırdılar. Həmçinin onlara dedik ki, hərbi işdən başqa işlə məşğul olmaq qadağan idi və fəlsəfədir, ədəbiyyatdır, incəsənətdir. Bax, bu sahələrlə də məşğul olmaq onlara qadağan idi. Həmçinin falanga, yəni ordu quruluşu Makedoniyada da, Yunanistanda da piyada döyüşçülərin düzülüş qaydası idi. Sonra deyəcəyik ki, Spartalı oğlanlar 7 yaşı tamam olanda ailələrindən alınırdılar. Sərt nizam-intizamla böyüyürdülər. Onların bədənləri və iradələrini möhkəmləndirmək üçün onlar sərt şəraitdə yaşamağa məcbur olurdular. Ağrıya dözməyi onlara öyrədilirdi və qamçı ilə döyülürdülər və s. Bir də Sparta üçün lakonik danışıq da deyəcəyik. Bu, Spartada qısa danışıq qaydasıdır. Sonra gəldi uşaqlar koloniyalara. Nədir koloniyalar? Belə deyək ki, koloniya öz ərazisindən, baxın, burada haradır? Yunanistan. Yunanistandan gedərək digər ərazilərdə salınmış yaşayış məntəqələridir. Bunlar koloniyalar adlanır. Təbii ki, bu səbəb nə idi? Demosla zadəganların arasında şiddətli mübarizə gedirdi. Və bu mübarizə də əkinə yararlı torpaqların azlığı ilə bağlı idi. Ona görə də bunlar ölkəni tərk edib getmək məcburiyyətində qalırdılar. Və Yunanistanın bir sıra şəhərləri Aralıq və Qaradəniz sahillərində, baxırsınız, Aralıq dənizi, bir də Qaradənizin sahillərində neyləmişdilər? Özlərinə koloniyalar salmışdılar. Yəni, daimi yaşayış məntəqələri salmışdılar. Təxminən də koloniyalar eradan əvvəl 8-ci, 6-cı əsrlərdə salınmağa başlayır və Qafqazdan İspaniyaya qədər olan dəniz sahillərinə qədər Yunan koloniyaları yaranır. Yəni, Qafqazdan düz başlayacaqdır, İspaniyaya qədər gedib çıxacaqdır. Və onu da deyib ki, Yunan koloniyalarının yaranması ilə Yunanlar öz mədəniyyətlərini də digər ərazilərdə yaymışlar. Əsasən Aralıq dənizində də, yəni harada koloniya salırdılarsa o ərazilərdə yaymışlar. Ondan sonra onlar özlərini orada adlandırırdılar. Ellilər, baxın görürsünüz, Qafqazdan İspaniyaya qədər gedir çatır. Öz ərazilərini adlandırırdılar Ellarda, özlərini isə adlandırırdılar Ellilər. Ellilər də yəni ümumi dil baxımından, adət-ənənə baxımından, vahid yazı baxımından bunlar birləşirdilər. Ondan sonra gəlirik nəyə? Burada biz baxacağıq Yunan-İran müharibələrinə, Yunan-Əhəməni müharibələrinə. Niyə baş verir Yunan-Əhəməni müharibələri? Davam edək. Kiçik Asiyada dedik ki, Yunan şəhərləri var idi. Həmin Yunan şəhərləri Əhəmənilər tərəfindən işğal olunmuşdu. Və burada Əhəmənilərə qarşı üsyan baş verir. Həmin bu baş verən üsyana da Afina dəstək olur. Afina köməklik göstərir. Ona görə də Əhəməni hökmdarı 1-ci Dara Kiçik Asiyadakı Yunan şəhər dövlətlərini özünə tabe edəndən sonra Afina üzərinə yürüş edir. Və bunlar arasında eradan əvvəl 490-cı ildə baş verir Marafon döyüşü. Müharibə başlamışdı 500-cü ildən 449-cu illərə əhatə edir. 490-da baş verir Marafon döyüşü. Marafon döyüşündə Əhəmənilər məğlub olurlar, amma sayıca çox uydular. 480-cı ildə isə Əhəmənilər Şimali Yunanistana daxil olurlar. Bunlar arasında Fermopil döyüşü baş verir. Fermopil döyüşündə Sparta hökmdarı Leonid öldürülür. Və bunlar deyək ki, həmin bu Orta Yunanistanı tuturlar. O da xəyanət nəticəsində mühasirəyə düşür Leonid. 300 Spartalı ilə bir yerdə, bunun filmi də var. 300 Spartalı ilə bir yerdə həlak olur və Əhəmənilər Orta Yunanistanı tuturlar. Və 480-cı ildə, elə həmin ildə baş verir Salamin döyüşü. Salamin dəniz döyüşüdür. Salamin döyüşündə yenə Yunanlar qalib gəlirlər və bunların yüngül gəmiləri vardı, triyalar. Onlardan istifadə edərək Əhəmənilərə qalib gəlmişlər. Və bir il sonra
Yəni 479-cu ildə bunlar arasında Plateya döyüşü baş verir. İndi adını çıxardıblar. Bu döyüş nəticəsində də yenə Yunanlar qalib gəlir və deyək ki, quru döyüşləri başa çatır. Amma dəniz döyüşləri 30 il davam edəcəkdir. Ta ki müqavilə imzalanana qədər. Müqavilədə 449-cu ildə imzalanacaq. İndi bir dənə döyüşlərə baxdıq. 490-da oldu Marafon, Yunanlar qalib gəldi. 480-da oldu Fermopil, Fermopildə Yunanlar məğlub oldu, Əhəmənilər Orta Yunanistanı tutdular. 480-da yenə Salami, Yunanlar qalib gəldi. Yenə 479-da Plateya, yenə Yunanlar qalib gəldi. Burada bir dənə Fermopil döyüşündə Yunanlar məğlub olmuşlar. Bundan sonra demək, gəlirik nəyə? Bu quru döyüşləri dayanır, ancaq dəniz döyüşləri davam edir. 449-da bunlar arasında müqavilə imzalanır və bağlanan müqaviləyə görə Əhəməni dövləti, axı məğlub olubdur. Əhəməni dövləti Egey dənizi adalarında, Kiçik Asiyada olan Yunan şəhərlərinin müstəqilliyini tanıyır. Həmçinin onun hərbi donanmasına Egey dənizində üzməkdə qadağa qoyulur. Yəni, Əhəmənilərin donanması Egey dənizində üzə bilməzdir. Nəticədə də Yunanlar Aralıq dənizi hövzəsində ən qüdrətli dövlətə çevrilirlər. Neçənci əsrdə? 5-ci əsrdə. Bir də bu dəniz döyüşləri davam edən vaxtı burada Afina dəniz ittifaqı yaratmışdır. Yəni Afina, Sparta şəhər dövlətləri birləşib Afina dəniz ittifaqını yaratmışdılar. Və bunun da nəticəsində bunlar qalib gəlmişlər və bundan sonra Yunanlar dəniz sahibləri adlanmışlar. Təbii ki, qələbə nəticəsində də xeyli qənimət ələ keçirmişdir və minlərlə insanda qula çevrilmişdir. Burada bazarlarda qul kimi satılırdı. Qul əməyindən də ən çox daş kərxanalarında, mədənlərdə istifadə edilirdi. Və burada qullar bilirsiniz necə adlanırlar? İnsan ayaqlı. Sparta və Hilon Yunanistan'da insan ayaqlı adlandırılırlar. Bundan sonra gəldik nəyə? Baxın, hakimiyyət uğrunda mübarizə nəticəsində yoxsul vətəndaşların hüquqları xeyli artır. Həmçinin onlar indi bütün vəzifələri tuta bilərdilər. Hətta vəzifəyə görə bunlara əmək haqqı da verilirdi. Bu bilirsiniz kimin dövrüdür? Perikilin dövründə olacaqdır bunlar. Perikil kimdir? Strategdir. Dediyi axı 6-cı əsrin sonunda ordu və donanmaya başçılıq etmək üçün strateglər seçirdilər. Və Perikilin dövrü Afinada quldarlıq demokratiyasının çiçəklənmə dövrüdür. Çünki 445-ci ildə, daha doğrusu 443-cü ildə Perikil strateg seçilir və həmin bu strateg deyir ki, bir sıra tədbirlər görür. Hansı tədbirlər? Yoxsul vətəndaşlara taxıl və pul yardımı edilir. Vətən uğrunda həlak olanların ailələrinə, yetim uşaqlara, qocalara, əlillərə dövlət tərəfindən himayə olunur və yoxsullar vəzifə tuta bilərdilər. Yəni, vəzifədə olaraq çalışmaları üçün əmək haqqı da verilirdir. Həmçinin burada deyirik ki, xalq yığıncağında bilirsiniz ki, dövlətin ali orqanı idi xalq yığıncağı. Yığıncaqda qanunlar qəbul edilirdi, müharibə və sülh məsələlərinə baxılırdı. Həmçinin strateglə xəzinədar da həmin o xalq yığıncağı tərəfindən seçilməli idi. Xalq yığıncağında kimlər iştirak edə bilərdi? 20 yaşına çatan vətəndaşlar iştirak edirdi. Və Afinada dövlətin bu cür idarə olunması demokratiya, yəni demosun, xalqın hakimiyyəti adlanırdı. Bunlar kimin dövrüdür? Perikilin dövründə baş verən hadisələr. İndi isə gəlirik mədəniyyət hissəsinə. Mədəniyyətdən baxacaq nəyə? İlk öncə baxırıq, burada teatrın əsası qoyulmuşdu Yunanistan'da. Nə var? 5-ci əsrin sonlarında. Burada şərabçılıq tanrısı vardı, Dionis. Dionisin şərəfinə tamaşalar quruldular, teatrlar göstərirdilər və daha sonra bu tamaşa yerləri tikilmişdi və 5-ci əsrdə deyək ki, teatrın əsası qoyulur. Burada piyeslər tamaşaya qoyulurdu. İlk Yunan piyesinin müəllifi də Eskil olmuşdu, sonra da Sofokl. Sonra bunlar çox tanrılıydılar. Bunlar üçün tanrılar müxtəlif idi. Zeus göy tanrısı idi, Poseidon yer tanrısı idi, daha doğrusu dəniz idi, Aid də yer tanrısı idi. 3 qardaş idarə edirdi dünyanı və bunlar yaşayırdılar Olimp dağında və baş tanrı da bunlarda Zeus idi.
Sonra var idi burada məktəblər. Yunanistanda məktəblər, belə deyək ki, ən yaxşı məktəblər yerləşirdi harda? Afinada. Və məktəblərə azad insanların övladları gedirdilər. Onlar stil adlanan çubuqlar var idi. Həmin o bir tərəfindən yazırdılar, bir tərəfindən pozurdular. İki tərəfli idi. Sonra Yunanların öz əlifbaları da var idi. Və bu Yunan əlifbası əsasında da Latinla Kiril əlifbaları da yaranmışdı. Bir də bunlar İlyada və Odiseya dastanları var idi Homerin. Həmin o poemaları məktəbdə əzbərləyirlər. Sonra burada bir çox alimlərə baxacağıq. Məsələn, Demokrit dünyanın ən xırda atom zərrəciklərindən ibarət olduğunu söyləmişdi. Sonra Hipokrat var idi, həkimi idi, xəstəliyə qalib gəlmək üçün köməklik edirdi xəstəyə və indi də bilirsiniz ki, həkimlərimiz Hipokrat andı içirlər. Aristotel var idi, bütün elmləri ayrı-ayrı sahələrə bölüb onları adlandırmışdı. Botanika, fizika və s. Və Herodot tarixin atası, tarix elminin əsasını qoymuşdu eradan əvvəl 5-ci əsrdə. Və burada deyir ki, tarix kitabını yazmışdı. O əsərinə görə də Yunanistandır, Ön Asiyadır, Misirdir, Azərbaycanın qədim tarixini öyrənmək üçün qiymətli mənbədir. Ona görə onu tarixin atası adlandırmışlar. Sonra biz baxacağıq burada Yunan elminin ilk mərkəzinə. Məsələn, Yunan elminin ilk mərkəzi yerləşir harda? Milet şəhərində. Və bundan sonra İlahi Afinanın şərəfinə Parfonun məbədi də inşa edilmişdi. Bax, burada var bu İlahi Afinanın heykəlidir. Bu görürsünüz, bu da Parfonon məbədidir. Ondan sonra burada baxacaq nəyə? İlahi Afinanın da şərəfinə Fidi, bunu qızıl və fil sümüyündən 12 metr hündürlüyündə heykəlini düzəltmişdi. Sonra mimarlıqda sütunlardan istifadə eləmişlər. Məsələn, bu Şumerlərdə də var, tağ üsullu sütunlar. Sonra burada baxacaq Olimpiya oyunlarına. Ümumiyyətlə, Olimpiya şəhərində 4 ildən bir Olimpiya oyunları keçirilirdi. Burada Fili tərəfindən Olimp şəhərində Zevsin heykəli də düzəldilmişdi. Sonra Olimpiya oyunları qaçmaq, tullanmaq, nizatmaq və s. idi. Bu zaman deyir ki, müharibələr dayandırılırdı və ən təhlükəli yarışlardan biri o 4 at qoşulmuş arabaların yarışması idi. Qalibə də nə verirdilər? Zeytundan çələng hazırlayırdı. Bir də ölkələrində o şərəfinə heykəl qoyurdular. Qadınların burada iştirak etməsi qadağaydı, iştirak edə bilməzlər. Və 776 Roma nədir? Yunanistanda ilk hesabının başlanması deməkdir. Yəni, bunlar ilin başlanmasını 776 Olimpiya oyunlarına götürürlər. Romada ama 753'den başlayır. Yaxşı, Roma şəhərinin salınmasıydı. Sonra biz burada baxacağıq uşaqlar Afina-Sparta müharibəsinə. Afina-Sparta müharibəsi biz dedik ki, Yunan-İran müharibəsi dövründə dəniz ittifaqı yaratmışdı. Afina dəniz ittifaqı. Ancaq bunlar Əhəmənilər üzərində qələbəli qazanandan sonra Afina ilə Sparta başladılar rəqib olmağa, düşmən olmağa. Niyə? Çünki biri siyasi idi. Afina demokratiyası ilə Sparta oligarxiyası bir-birinə qarşıydılar ona görə. Çünki Afinada demokratiya idarə etmə quruluşudur, Spartada oligarxiyadır. Və ona görə də bir də bunlar iqtisadi cəhətdən belə deyək ki, yəni dənizlərdə ağalıq etmək, qənimətləri ələ keçirmək üstündə müharibə baş verir. Neçənci illərdə? Eradan əvvəl 431-404-cü illərdə Afina-Sparta müharibəsi olur. Və müharibə nəticəsində deyir ki, Sparta qalib gəlir, Afina məğlub olur. Ancaq bu müharibə şəhər dövlətlərinin hər ikisini zəiflədir. Özü Afina dəniz ittifaqı da dağılır və burada güclənmişdi Makedoniya dövləti. Və Makedoniya dövləti də təbii ki, bu zəifləmədən istifadə edir və Makedoniya hükümdarı kim idi? Makedoniya hükümdarı Filip idi 4-cü əsrdə. Baxın, Yunanistanın şimal hissədə idi Makedoniya. Yunanistanın şimalında yerləşir. Yəni, Balkan yarımadasının şimalındaydı. Və belə deyim ki, paytaxtı da Pella şəhəri idi. Pella. Və Makedoniya hükümdarı 2-ci Filip nə edir? Zəifləmiş Yunan şəhər dövlətləri üzərində yürüş edir və bunlar arasında 338-ci ildə Heronoya döyüşü baş verir. Heronoya döyüşü nəticəsində Spartadan başqa, baxın diqqətli olursunuz, Spartadan başqa digər Yunan şəhərləri, bütün Yunan şəhər dövlətlərinin azadlığına son qoyulur. Amma daxili idarə etmələrini bunlar saxlamışdır. Sonra 2-ci Filip sui-qəsd nəticəsində ölür.
Suikast nəticəsində öləndən sonra hakimiyyətə gəldi onun 20 yaşlı oğlu Makedoniyalı İskəndər. Makedoniyalı İskəndər 336-dan 323-cü illərə qədər hakimiyyətdə olur və o neyir? Suriya, Fələstin, Misir, baxın bu hissə. Suriya, ondan sonra Fələstin, Misir, baxın bu əraziləri görürsünüz. Bunlar Makedoniya İskəndərin yürüşləri. Bax buradan, bura Makedoniya ərazisidir. Yunanistan'da burada Ternoya döyüşündən sonra tutulur. Ondan sonra baxın, belə yürüşlər eləyir. Gəlir Suriyadır, Fələstindir, Misirdir. Ondan sonra buraları tutur, özü Misiri döyüşsüz tabi eləyir. Kahinlər İskəndəri Firon adlandırırlar, Tanrı adlandırırlar. Bundan sonra gelir hara? Baxın, gəlir buradan qayıdır Mesopotamiya ərazisi. Görürsünüz, Mesopotamiyaya gəlir. Mesopotamiyada Qavqamela ilə döyüşü baş verir. Baxın burada, Əhəmənilərlə Makedoniyalı İskəndər arasında. Baxın bu hissədə. Və Cancal yaxınlığında. Qavqamela döyüşü 331-ci ildə Əhəmənilər məğlub olur və bir il sonra da Əhəməni dövləti keçir, deyək ki, sübut edir, keçir Makedoniya işğal edir buranı. Və bundan sonra belə deyim ki, özü sonuncu Əhəməni hökmdarı da 3-cü Daraylı 330-cu ildə. Və Hindistanda, bu Hindistana yürüş edir. Baxın, gəlir buradan, görürsünüz, gəlir bu hissələri tutur, gəlir bu ərazidə Hindistana. Hindistanı da 327-ci ildə oraya yürüş edir, Hind çayına gedir çatır, amma Qanq çayına gedir çata bilmir. Çünki əskərləri yorulmuşdu, Hindlərin müqaviməti var idi. Ona görə də geri qayıtmaq məcburiyyətində qalır, yolda da ölür. Və dövlət deyil, imperiya çevrilən zaman paytaxtı Babil şəhəri olmuşdu. Bundan sonra ərazisinə baxsaq, Balkan yarımadasından Hind çayına qədər uzanmışdı. Bir də bu öləndən sonra, İskəndər öləndən sonra onun imperiyası parçalandı. Misirdir, Suriyadır, Makedoniya parçalıqlarına parçalanmışdı. Və yaranan dövlətləri də idarə edirdi onun sərkərdələri. Təbii ki, bura Yunan və Makedoniyalılardan məmurlar təyin olunurdu. Amma sonra Azərbaycanda da biz bilirik ki, Atropatena yaranacaq. Bu da yeganə yerli şəxs idi ki, Atropatenanı idarə edirdi. Ondan sonra gəlir nəyə? İskəndərin yürüşləri nəticəsində şərq ölkələrində elmin mədəniyyəti də yer almışdı. Sonra gəlir nəyə? Burada belə deyim ki, bu haranı ki işğal edirdi, orada şəhərlər salındı. Bu şəhərlərin çoxsu adlanırdı İskəndəriyə şəhəri. Və İskəndər tərəfindən Nilin deltasında da şəhər salınmışdı, İskəndəriyə şəhəri. Misir padşahlığının paytaxtına çevrilmişdi həmin İskəndəriyə şəhəri. Və Aralıq dənizi ətrafında ən böyük şəhər idi. Şəhərin qarşısında da baxın, mayak var idi, 140 metr hündürlüyündə İskəndəriyə mayak adlanırdı. Həmçinin deyək ki, İskəndəriyyədə Asiyadan, Avropadan, Afrikadan gətirilən mallar da satılırdı. Və burada bir sıra alimlər də fəaliyyət göstərirdi. Evkliddir, Arximeddir. 700 minə qədər də burada nə var idi? Əl yazma var idi. Bu da nə oldu? Makedoniya dövləti. Aydın oldu mu? Yunanistan və Makedoniyadan qaranlıq heç nə qalmadı ki. Hər şey aydındır. Tamam.